qaqa, gəl, ona yıxılmışdım. Su qiymətinə, qaqa, elektrikə 1 qəpik pul ödəməyəsiniz. Gəl yaxından çək için göstərim. İçində super ləvazimatlar var. 1 ədəd, 2 ədəd, 3 ədəd, 4 ədəd, 3 metr kabelə sahib lampası, pirmitskası, adaptörü. Bir dənə belə adaptörü var. Bu aparatın o qədər özəlliyi var ki, say bitmir. Deməli, bu aparat dostlar həm generatordur, 220 volt tok verir. Və bundan da əlavə burada gördüyünüz kimi powerbank çıxışı var. 4 dənə telefonu, aparatı nə istəyirsiniz zaryadkaya qoya bilirsiniz. Baxın dostlar, lampası gördüyünüz kimi superdir. Buradan knopkadan söndürüb yandıra bilirsiniz. Lampaların 4 ədədini də birlikdə qoşub istifadə edə bilirsiniz. Uzaq fanarı var və yan hissəsində yaxın fanarı var. Gördüyünüz kimi projektordur. Baxın, çox qəşəngdir. Bundan da əlavə radiosu var. Radiosundan da istifadə eləmək yenə də mümkündür. Radiosu da mövcuddur. Bütün radioların hamısını istifadə edə bilirsiniz. Və dostlar, flash kart, mikrokart, telefonun bluetooth ilə mahnı qoşmaq yenə də mümkündür. Qiyməti endirimdədir. Baxın, arxa hissəsində də 2 ədəd 12 volt çıxışı var. Yəni bu pirmitska vasitəsilə həm maşınınızı pirmitska eləyə bilərsiniz, həm də 12 voltla işləyən bütün akkumulyatorları zaryadkaya qoyub və yaxud aparatları istifadə eləyə bilərsiniz. Gördüyünüz kimi nazik Nokia adaptörü, mikro adaptör, Type-C adaptör, belə qalın modem adaptörü hamısı birlikdədir. Taxırsınız bura. Adaptördə taxırsınız telefona, telefonumuz başlayır gördüyünüz kimi zaryadka yığmağa. Əsası göstərmək yadımdan çıxırdı. Bir dənə belə günəş paneli var üzərində. Bax, böyük. Elektrik xəttinə 1 qəpik belə ödəmirsiniz. Bax, 3 metr uzunluğu var. Qoyursunuz günəşə, taxırsınız aparata, başlayır günəşdən zaryadka yığmağa. Əgər günəşli bir yerdə deyilsinizsə, evdə də zaryadkaya qoymaq mümkündür. Nəyə görə? Çünki adaptörü da var, evdə də zaryadkaya qoymaq olur. Hal-hazırda zaryadkası 100% dostlar. Baxın, buradan AC düyməsini basdıqda gördüyünüz kimi 220 volt aktiv olur. Yəni bura nə istəsəniz 220 voltla işləyən qoşub istifadə eləməyə mümkündür. Traniki qoşmuşam. Tranik də buradan aşağıdan gəlir. Baxın. Buradan çıxır, gəlir bura. Baxın, burada nələr qoşuldu. Bir ədəd, baxın, optik kameranın beyni. Bir ədəd, baxın, kameralara ötürən 12 voltu çevirəci. Bir ədəd HDMI bölücü. Telefon adaptörü, monitor, modem. Bax, hamısı qoşulur. Bax, hamısı da bu dəqiqə işləyib vəziyyətdədir. İndi tokdan çıxardacam buradan. Baxın. Çıxardan kimi hər şey söndü. Baxın, hər şey söndü. Yəni, bu boyda şeylərin hamısını bir vaxtda istifadə eləyə bilirsiniz. Bu 3 kilometrlik uzaq fanarıdır. İndi yan fanarını göstərim sizə. Bu da yaxın fanardır, proyektor. İkisini bir yerdə də istifadə eləmək olur. Və bundan əlavə də qoşacam indi yanına bunun bir dənə ventilyator. İşığı yandır. Bax, super qiymətə, vatı çox güclüdür.